Deyirəm ki, 90-cı illərdə dünyaya gəlib, 20-ci əsrin sonunu görüb, 21-ci əsrdə yaşayanlar. Çox qəribədir. 20-ci əsrin sonlarında biz bir başqa idik. Necə idik? Telefon yox idi, nağıllar, oyunlar, ünsiyyət var idi, üz-üzə, göz-gözə söhbətləşib danışmaqlar var idi. Qonşuya getmək, qonşu uşaqları ilə oynamaq. Televizorda hansısa saatda hansısa cizgi filmi gedərdi, ona yığışıb baxmaq var idi. Hamının bir-biri ilə ünsiyyət qurduğu bir zaman var idi. Qonşuda rəhmətə gedən var idisə, ən azı bir həftə, 10 gün evdə televizora baxılmırdı. Yerə çörək düşəndə götürüb, 3 dəfə öpüb, gözümüzün üzərinə alnımıza qoyurduq. Evdə pişən yeməyin qoxusu qonşunun evinə gedərdi ya, pişirdiyimiz yeməkdən bir qabda qonşuya götürərdik və həmən dönəmdə olan konfetdən qonşu boşqaba qoyub geri qaytarardı. Harasa gedəndə evin açarını qonşuya verib gedərdik. Toya yasa gedənlər uşaqlarını qonşuya tapşırıb gedərdi. Qonşunun evinə qoyub gedərdi. Bilirsiniz, sevginin, dostluğun saxta olmadığı bir dönəmdən hər şeyin, yediyimiz yeməyin, qidaların belə saxta olduğu bir dönəmə gəlib çıxmışıq. Çox heyif.